Baş prokurorluq Köçəryanla bağlı hərəkətə keçir. Gündəm xəbər nefrində 16 iyun tarixidir və məlumatımız isə belədir. Ermənistanın ikinci prezidenti Robert Köçəryanla bağlı yeni hüquqi bir proses başlayıb. Belə ki, Ermənistanın baş prokurorluğu müxalifətdəki Ermənistan blokunun yeni lideri Robert Köçəryan barəsində cinayət təqibinin başlamasına icazə verilməsi üçün Mərkəzi Seçki Komissiyasına müraciət və təqdimat göndərib və qurumdan bildirilir ki, məhz analoji təqdimatlar deputatlığa namizəd olan Asatur Köçəryan və Ruslan Barsegyan barəsində də belə bir iddialar var. Ermənistan mediasının məlumatına görə söhbət ya Robert Köçəryana qarşı yeni cinayət işinə başlanmasından ya da artıq mövcud işlər üzrə yeni faktların ortaya çıxmasından gedir. Bəli, xatırladaq ki, bundan əvvəl Robert Köçəryanın ölkəni tərk etməsinə icazə verilmədiyi barədə də məlumat yayılmışdı və bunun ardınca da Ermənistanın baş naziri Nikol Paşinyan canlı yayımda çıxış eləyərək məhz üç başlı müharibə partiyası adlandırdığı qüvvələrin heç bir nümayəndəsinin məsuliyyətdən yayınmayacağını da gündəmə gətirmişdi. Qeyd eləyək ki, Köçəryanın ofisinə rəhbəri olan Bagrat Mikoyan isə baş prokurorluğun addımını sərt şəkildə tənqid eləyib və bildirib ki, eks-prezidentə qarşı yeni cinayət işi barəsində heç bir məlumat yoxdur və Köçəryan indiyədək heç bir iş üzrə dindirilməyib. Mikoyan eyni zamanda sosial şəbəkələrdə paylaşımında qeyd edib ki, onlar hadisələrin bu cür inkişafına hazırdılar və daha ağır ssenarilərdə istisna eləmirlər. Qeyd eləyək ki, əslində Robert Köçəryanla bağlı həm Nikol Paşinyan, həm də Ermənistanın hüquq mühafizə orqanları arasında mütəmadi olaraq gərginliklər davam edir və bu da növbəti belə seçki kampaniyasından əvvəl başlayan və davam edən proseslərdəndir.